Dostlar, hamınızı xoş gördük. Bugün sizinlə birlikdə 4-cü sinif riyaziyyat iş dəftərindən səhifə 25-də olan tapşırıqları həll edəcəyik. Başlamazdan öncə kanalıma abunə olmağı və like atmağı unutmayın. Gəlin başlayaq. Məsələ həllinin bəzi üsulları. Məsələləri uyğun üsullarla həll edin. Şəkil çəkməklə məsələ həlli. 1. Lalə və Samir fərqli akvaryumlar aldılar. Lalə aldığı akvaryuma 8 litr su tökdü və akvaryumun 1/3 hissəsi doldu. Samir isə aldığı akvaryuma 7 litr su tökdü və akvaryumun 1/4 hissəsi doldu. Kimin akvaryumu daha çox litr su tutur, nə qədər? Laləninki 8 litrdir və burada da belə siz bir dənə elə bil ki akvaryuma bənzər bir şey çəkə bilərsiniz. Güya ki bu akvaryumdur. Və içini də 8 litr kimi doldura bilərsiniz. Yəni mavi rəngləyə bilərsiniz su kimi. Samirdə isə 7 litrdir. Yəni bir dənə eyni şeyi çəkirsiniz və üstünə indi 7 litrlik çəkirsiniz. Samirinkinin qabağına yazırsınız 4/1, Laleninkinin qabağına 3/1. Həlli də belədir. 8-də 3 vurulsun 8 vurulsun 3 bərabərdir 24 litr. 4 vurulsun 7 bərabərdir 28 litr. 28 böyükdür 27. Cavab Samir 28 litr. 2. Uşaqlar bilet almaq üçün 2 sıraya düzüldülər. Aynur